Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün regionlarda 4-cü və 6-cı siniflər üçün olan monitorinq imtahanının test sınaq mərhələsi keçirildi. Deməli, Azərbaycan dilindən 25 sual, riyaziyyatdan 25 sual, təbiətdən 25 sual şagirdlərə təqdim olundu. Mən 6-cı sinif üçün olan Azərbaycan dili testlərinin deməli, izahını vermək istəyirəm. Qeyd edeyim ki, 2 mətindir. Hər mətndən 10 sual təqdim olunub. 5 də dil qaydalarına aid suallar şagirdlərə təqdim olunub. Birinci mətnimizə başlayaq. Fotosintez, bitkilərin enerji mənbəyi. Mətndən tanış olmuşam mən artıq. Ekranı saxlayıb, videonu saxlayıb mətni oxuya bilərsiniz. Birinci mətndə deyir ki, mətndə fotosintez prosesində əsasən hansı maddənin bitkiyə enerji verdiyi göstərilir. Bitkilərə enerji, onu qeyd edeyim ki, ümumiyyətlə mətnlər, suallar ümumiyyətlə çox rahat suallar idi. Mətn testlərinin cavabını demək olar 10 sualdan 7-sinin, 8-nin cavabı konkret olaraq mətndə cümlələrlə öz əksini tapıb. Birinci sualda fotosintez prosesində əsasən hansı maddənin bitkiyə enerji verdiyi soruşulur. Deməli, baxın, birinci abzasın sonuncu cümləsinə deyir ki, deməli, bu qida maddələri əsasən qlukoza adlanır və bitkinin enerji ehtiyacını ödəyir. Yəni, bitkilərə enerjini verən nədir? Qlukozadır. Cavab B bəndi. 2. Mətnə görə fotosintez hansı vaxtlarda baş verir? Burada da bu sualın da cavabı mətndə yenə əksini tapıb. İkinci abzasa baxaq. Deyir ki, fotosintez prosesi yalnız günəş işığı olan vaxtlarda baş verir. Yəni, günəş işığı burada yenə göstərilir. Cavab C bəndi. Yalnız günəş işığı olan vaxtlarda. C. Mətnə əsasən xlorofilin əsas vəzifəsi nədir? Baxaq görək. Burada nədir? Deyir ki, baxın, 3-cü abzasda deyir, xlorofil yarpaqlara yaşıl rəng verən pigmentdir və günəş işığını tutaraq enerjiyə çevirir. Yarpaqlara dad vermək yox, yəni yaşıl rəng verir burada. Baxın, deyir ki, B bəndində günəş işığını tutaraq enerjiyə çevirmək. Yenə cavab B bəndidir. Sonra 4-ə baxaq. Fotosintez zamanı ayrılan oksigenin əsas rolu nədir? Bax, 2-ci abzasda var. Deyir ki, bu proses zamanı havaya oksigen də ayrılır. Oksigen heyvanlar və insanlar üçün nəfəs almaqda həyati əhəmiyyət daşıyır. B bəndində yenə var. Deyir, insan və heyvanların nəfəs almasını təmin etmək. Görürsünüz necə rahat suallardır? Yəni, hamısı mətndə öz əksini tapıb sualların. Mətnə əsasən fotosintez olmasaydı yer üzündə hansı nəticə qaçılmaz olardı? Axırıncı abzasa baxaq. Deyir, elm adamları deyirlər ki, fotosintez olmasaydı yer üzündə oksigen tükənər, canlı həyat mümkün olmazdı. C bəndində deyir, oksigen tükənərdi və canlı həyat mümkün olmazdı. 6. Kursivlə, yəni əyri hərflərlə verilmiş sözü hansı sözlə əvəz etmək olar? Baxın, bax, burada kursivlə verilən söz, deməli, ödəyir sözüdür, görürsünüz, ödəyir sözü. Deyir, hansı sözlə ödəyir sözünü əvəz eləyə bilərik? Təmin edir, ödəyir, enerjini ödəyir, enerji ehtiyacını ödəyir, yəni enerji ilə təmin edir. Cavab A bəndi. 7. Mətnə əsasən bitkiləri qorumaq həm təbiət, həm də insanlıq üçün zəruridir. Fikri hansı səbəbdən irəli sürülüb? Bitkiləri qorumaq həm təbiət, həm də insanlıq üçün zəruridir. Hansı səbəbdən irəli sürülüb? Bu da mətnə əsasən deyir ki, bitkilər qida maddələri yaradır və oksigen istehsal edir. A bəndi. Yəni, mətndən çıxan nəticə budur da. Çox rahat mətnin ideyasını sanki A bəndi özü ifadə eləyir. 8. Mətnin ümumi ideyası hansı fikirlə daha yaxşı? Eyni tip, yaxın suallardır. Baxın, fotosintez bütün canlıların həyatı üçün vacibdir. B bəndi. Digər variantlar bir o qədər uyğun gəlmir. Yəni mətnlə bağlıdır digər variantlarda. Sadəcə
Digər variantların hamısı əslində mətnlə bağlıdır, amma ümumi ideyasını ifadə eləmək baxımından deməli B bəndi daha uyğundur. Mətnə görə fotosintezin yer üzündəki canlılar üçün əhəmiyyəti nədən ibarətdir? Deyir ki, oksigen B yalnız bitkilərin yaşamasını təmin edir. Yox, insanlar üçün də, yəni bütün canlılar üçün faydalıdır. B-də deyir ki, oksigen istehsal edir, digər canlıların yaşamasına da kömək edir. Ona baxın, mətnə əsasən fotosintez prosesində suyun rolu nədir? Bax, burada var. Biraz elə bil ki, çaşdırıcı sual bu idi. Yarpaqlara yaşıl rəng verir. Yox, yarpaqlara yaşıl rəng verən burada xlorofildir. Su isə glukoza istehsalında xammal kimi iştirak edir. Baxın, burada deyir ki, birinci variantda fotosintez zamanı bitkilər günəş işığını, havadakı karbon dioksidi və torpaqdan aldıqları, baxın, suyu istifadə edərək qida maddələri yaradırlar. Yəni həmin qida maddələri də əsasən glukoza adlanır. Görürsünüz, yəni glukozanın yaranmağında su xammal rolunu oynayır. Belə deyə bir material rolunu oynayır. Ona görə də cavab B bəndidir. Sonra gələk ikinci mətnə. İkinci mətndə nə deyir? İkinci mətndə sirli qonşu mətnidir. Yenə videonu saxlayıb mətndən tanış ola bilərsiniz. Mətnin 11-ci sual deyir ki, Elvin yeni binaya köçəndən sonra nə etməyə xoşlayırdı? Yenə mətndə bu sualın cavabı var. Deyir ki, Elvin, birinci cümləyə baxaq. Elvin ailəsi ilə birlikdə yeni binaya köçəndən sonra, baxın, deyir, ətrafı tanımaq üçün həyətə tez-tez düşürdü. Bax, həyətə tez-tez düşüb ətrafı tanımaq B bəndi. 12. Uşaqlar arasında yaşlı kişi haqqında nə gəzirdi? Bax, demək olar ki, uşaqlar, bax, yenə birinci abzasa baxaq. Uşaqlar arasında bu adam haqqında müxtəlif şayələr gəzirdi. Bax, C bəndində var. Görürsünüz, cümlə və cümlə mətndə hamısı öz əksini tapıb. 13. Elvin qapının qarşısında nə tapdı? Bax, ikinci abzasa baxaq. Bir gün Elvin məktəbdən qayıdarkən həmin qonşusunun qapısının qarşısında kiçik bir qutu gördü. Baxın, kiçik bir qutu D bəndi. Sonra bircə dəqiqə. Qutunun 14-cü sual. Qutunun üstündə nə yazılmışdı? Burada var. Deyir ki, qutunun üstündə deməli nə yazılmışdı? Xahiş edirəm, içəri gətir. Baxın. Baxın, ikinci abzasda var burada. Qutunun üstündə xahiş edirəm, içəri gətir sözləri yazılmışdı. Çox rahat bir sualdır bu da A bəndi. 15. Murad kişinin evi nəyə bənzəyirdi? Bax, deyir ki, burada da mətndən tanış olsan görsən. Evin 3-cü abzasa baxaq. Evin içi saysız hesabsız saatlarla dolu idi. Kiçik, böyük, köhnə və yeni hər növ saat vardı. Yəni evin içi saatlarla dolu idisə nəyə bənzər? Kitabxana, oyun otağı, qaleriya, məktəb olmaz da. Saatlarla dolu emalatxana olar. A bəndi. 16. Murad kişi kim idi? Saat ustası idi Murad kişi. Bu da yəni var mətndə. Deyir ki, 3-cü abzasa baxaq. Yaşlı kişi özünü təqdim etdi. Onun adı Murad idi və ömrünün saatların təmiri hazırlanmasına həsr etmişdi. Yəni saat ustası saatın təmiri və hazırlanması ilə məşğul olar da. 17. Qutuda nə var idi? Bax, var. Yenə bu cümlədə var. Deyir ki, qutuda isə onun üzərində işlədiyi qədim bir saatın hissələri var idi. B bəndi, qədim bir saatın hissələri. 18. Murad kişi Elvinə nə hədiyyə etdi? Yenə ardında var belə bir cümlə. Deyir, Murad Elvinə saatların necə işlədiyini izah etdi. Hətta ona kiçik bir cib saatı hədiyyə etdi. Cib saatı hədiyyə eləyib. A bəndi. 19. Elvin Murad kişi haqqında nəyi anladı? Mətni axıra qədər oxuyanda görürük ki, hətta burada cümlədə də var. Bu görüşdən sonra Elvin başa düşdü ki, şayələrə inanmaq düzgün deyil. Yəni şayələrin doğru olmadığını anladı.
20. Mətnin əsas fikri nədir? Yəni, mətndə əsas fikir odur ki, uşaqlar, insanlar haqqında deyilənlərə, hər deyilənə, şayələrə inanmayasan. Yəni, insanın özünü tanımaq, yaxından tanımaq lazımdır. C bəndi, şayələrə inanmamaq, insanları yaxından tanımaq. Gəlirik dil qaydaları ilə bağlı suallara. Yenə normal səviyyəli suallardır. 21-ci sualda deyir ki, isimlərin biri quruluşuna görə düzəltmədir. Bax, dostum sözün kökü dost, nədir? Birinci şəxsin mənsubiyyət şəkilsi. Günə baxan sözü mürəkkəb sözdür. Günə baxan 2 söz. Müəllimlik sözün kökü müəllim. Lik nədir? İsimdən isim düzəldən şəkilçidir, leksik şəkilçidir. Ona görə cavabımız C bəndi. Ağıllı sözü uşaqları çaşdıra bilər. Quruluşca düzəltmədir, ağıldan ağıllı yaranıb. Amma bizdən ismi istəyir. Bax, deyir ki, isimlərdən biri. Ağıllı isə necə sualına cavab verir? Yəni, bu sifətdir, isim deyil. Müəllimlik burada isimdir. Sonra 22-yə baxaq. Sözlərin birində çıxışlı qal fərqli tələffüz olunur. Qardaşdan necə deyilir? Qardaşdan. Çiçəklərdən necə deyilir? Çiçəklərdən. Həyatdan necə deyilir? Həyatdan olduğu kimi. Anadan necə deyilir? Elə anadan. Elmdən necə deyilir? Baxın. Bir dəqiqə. Elm. Yazmaq biraz çətindir. Nən. Elmdən deyilir. Yəni, buradakı də nən kimi tələffüz olunur. Sonra gəldik 23-cü suala. Hansı cərgə qeyri-müəyyən miqdar sayılarından ibarətdir? Bax, B-yə baxaq. Minlərcə qeyri-müəyyən miqdar sayıdır. Azacıq qeyri-müəyyəndir. 3də 1 amma kəsr sayıdır. C-də ikinci sıra sayıdır. D-də sonuncu sıra sayıdır. Y-də 10-da 2 kəsr sayıdır. A bəndində bir qədər sayı, konkret sayı bilmirik. Xeyli konkret sayı bilmirik. Az konkret sayı bilmirik. A bəndi. 24. Hansı sözü ismin 2 halında düşünmək olar? Bu sözlərə həm hal, həm mənsubiyyət şəkilsi qəbul eləyəndə ikinci icasındakı saytını itirən sözlər aid edir. İsim, qisim, cisim, sədir, səbir, qədir, qəbir, heyif, fəsil və s. Bax, çiynim ancaq mənsubiyyətdə saytını itirir. Deməli, bu ancaq adlıq haldadır. Qoynum ancaq mənsubiyyətdə saytını itirir. Deməli, bu da adlıq haldadır. Kitabdan sözündə ümumiyyətlə sayt itmir, qələmlər sözündə sayt itmir. İsmin sözündə isə, yəni, bax, bu isim sözü, isim. Həm hal, yəni in hal şəkilsini qəbul eləyəndə, həm də in ikinci şəxsin təkinin mənsubiyyət şəkilsini qəbul eləyəndə bu ikinci icasındakı ini itirir. Ona görə də biz ismin sözündəki ini bilmirik ki, bu hal şəkilsidir, yoxsa mənsubiyyət şəkilsidir. Hal şəkilsidirsə olur yiyəlik hal, mənsubiyyət şəkilsidirsə olur adlıq hal. Ona görə yəni biz bunu hər iki halda düşünə bilirik. Ona görə cavab A bəndidir. 25. Variantların birində qeyri-müəyyən yiyəlik halı söz işlənib. Səhər-səhər bu mürəkkəb sözdür. Uşağın cavabı ın müəyyən yiyəlik halının şəkilsidir. Kəndin havası in müəyyən yiyəlik halının şəkilsidir. Üzə gülməkdə yönlük halının şəkilsidir. Nar ağacı sözündəki üçüncü şəxsin təkinin mənsubiyyət şəkilsidir. Bu əslində nədir? Narın ağacıdır da, elə deyilmi? Narın ağacı, nar ağacı. In şəkilsi olsaydı, sözdə iştirak etsəydi olacaqdı müəyyən yiyəlik hal. In şəkilsi sözdə faktik olaraq yazılmadığına görə olur qeyri-müəyyən yiyəlik hal. Qeyri-müəyyən yiyəlik haldan sonra da həmişə mütləq şəkildə nə gəlməlidir? Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilsi gəlməlidir. Ona görə bizim cavabımız hansı variantdır? B bəndidir. Ümumiyyətlə onu qeyd edeyim ki, yəni suallar hamısı normal səviyyəli suallar idi. Yəni çox çətin, ay nə bilim, belə deyək də baş sındıran bir sual yox idi. Asan, orta, müəyyən qədər də çətin səviyyədə, yəni çox çətin olmamaqla hər səviyyə qorunaraq testlər tərtib olunmuşdu, mən belə düşünürəm. Mətnlərdə açıq suallar iştirak eləməyib gördüyünüz kimi. Yəni, belə deyək, normal şəkildə biraz dərslərinə hazırlıqlı olan şagird, mətnləri biraz diqqətlə oxuyan şagird, hələ dil qaydalarını qoyuram kənara da,
Bu sualların rahat bir 18-20 dənəsini yaza bilərdi. Dil qaydaları da bir o qədər də çətin deyildi. Sadəcə biraz diqqət tələb eləyən məqamlar var idi. Məsələn, dil qaydaları ilə bağlı. Belə yəni. Bu qədər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı bir video olmuşdur. Video haqqında rəylərinizi bildirməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.